Vaxtınız xeyir olsun. Təhsil Nazirliyinin deməli paylaşdığı bir neçə sualın izahını verəcəm. Diqqətlə qulaq asın. Birdə deyir ki, qruplarla iş zamanı müəllim müşahidə edir ki, şagirdlərdən biri tapşırıqları işləməkdə maraqlıdır, amma sinif yoldaşları ilə əməkdaşlıq etmək istəmir. Müəllimin hansı addımı problemi effektiv həll edər? Adda deyir, şagirdi danlayıb, onu əməkdaşlığa məcbur etməlidir. Çünki hamıda əməkdaşlıq bacarığı formalaşdırmaq lazımdır. Bunu düz deyir, əməkdaşlıq bacarığı formalaşdırmaq lazımdır. Əməkdaşlıq bacarığı formalaşdırmaq lazımdır. Burası doğrudur. Amma şagirdi danlamaq, onu mühakimə eləmək, belə deyim də, dəstəkləyici mühiti pozmaq olmaz. Danlamaq, nə bilim, adı sözlərdən istifadə etmək, kobud sözlərdən istifadə etmək olmaz. Sağlam psixoloji mühiti qorumalıdır müəllim. Əməkdaşlığa məcbur etmək olmaz, sövq etmək olmaz. Amma elə bir şərait yarada bilər ki, şagirddə neyləsin, əməkdaşlıq bacarığı formalaşdırsın. Ola bilər ki, şagird introvert şəxsiyyət tipinə malikdir. Ola bilər ki, fərd daxili intellekt tipinə malikdir. Yəni tapşırıqları eləyə bilir, amma əməkdaşlıq eləməyi sevmir. Yəni ünsiyyət qurmağı sevmir. İnsanlarla sosiallaşmağı sevmir. Bu hardaydı? Fərd daxili intellekt tipində idi. A yanlışdır. Danlamaq doğru deyil. A çıxdı. B-dədir, qrup tapşırıqlarını elan edən zaman tapşırıqlarını elan edərkən zamanın qiymətləndiriləcək meyar olduğunu şagirdlərə bildirməlidir. Burada şagirdlər, həmin o şagird zamanla problemi yoxdur. Şagirdin zamanla bir problemi yoxdur. Demir ki, çatdıra bilmir, demir ki, test eləsi eləyir. Zamanla bir problemi yoxdur. Ona görə də B variantı yanlışdır. Sadəcə burada problem uşağın əməkdaşlıq edə bilməməsidir. Əməkdaşlıq etmək istəməməsidir. C-dədir, tapşırıqları fərqli öyrənmə tərzlərinə uyğun verməlidir. Burada öyrənmə tərzlərindən də söhbət getmir. Yəni burada bizə bildirir ki, tapşırıqları işləməkdə maraqlıdır. Yəni tapşırıqları işləyə bilir, marağına uyğun gəlir, öyrənmə tərzinə uyğun gəlir. Orada bir problem yoxdur. Problem əməkdaşlıq etmək istəməməsidir. D-dədir, bu istək şagirdin şəxsiyyət tipi ilə əlaqəlidirsə, ona qısa müddətli fərdi şəkildə çalışmaq imkanı yaratmalıdır. Bəli, bu doğrudur. Çünki biz demişdik ki, bir var fərd daxili intellekt, bir də var şəxslər arası intellekt tipli insanlar. Fərd daxili intellekt özü ilə, yəni özü tək başına işləməyi sevir, tək başına öyrənməyi sevir. Yoldaşları ilə işləməyi sevmir. Qrup işidir, cütlərlə işdir, bunları sevmir. Amma fərdi iş formasında işləməyi sevir. İndi mən də demişdim ki, yadınıza gəlir, məsələn, müəllim əgər qrup işinə istifadə edirsə, sinifdə qrup işi keçirilirsə, müəllim şərait yaratmalıdır ki, heç olmasa 5-10 dəqiqə həmin şagirdə fərdi sual-cavab, fərdi belə deyim də yanaşmalıdır ki, şagird özünü pis hiss eləməsin. Belə deyim də sıxılırlar çünki onlar daha çox sosiallaşanda, daha çox müddət sosiallaşanda, yoldaşları ilə ünsiyyət quranda, əməkdaşlıq eləyəndə sıxılırlar. O yadınıza gəlir, bir nümunədə demişdim ki, o fərd daxili intellekt tipli şagird qrup işində işləyəndə uzun müddət müəllimdən icazə alır, 5-10 dəqiqə çölə çıxır. Nəyə görə? Deyir müəllimə, onlar çölə çıxın biraz. Gedir 5-10 dəqiqə çölə çıxır, tək qalır, ondan sonra qayıdır. Çünki özünün eləncəsində rahat hiss eləyir. Ona görə də müəllim də burada həmin uşaqları da nəzərə alaraq onları fərdi şəkildə sual-cavab eləməlidir. Fərdi çalışmasına şərait yaratmalıdır ki, özlərini narahat hiss etməsinlər. Ona görə də D variantı bizə verilən situasiyaya uyğun gəlir. D doğrudur. Y-də deyir, əməkdaşlıq etmək istəməyən şagirdi qrup işinə cəlb etmək məqsədə uyğun olmadığı üçün müəllim bu məsələləri diqqət yetirməlidir. Xeyr. İndi o əməkdaşlıq eləmək istəmir deyə biz şagirddə əməkdaşlıq bacarığı formalaşdırmamalıyıq deyə bir şey yoxdur. Axı formalaşdırmalıyıq. Yəni uşağın hər dediyini eləmək də olmaz, amma onu nəzərə almaq lazımdır ki, o intellekti biz sizlə Howard Gardnerin çoxnövlə zəka nəzəriyyəsini keçmişdik, intellekt tipləri nəzəriyyəsini keçmişdik. İntellekt nəzəriyyəsində nə deyilirdi? Orada fərd daxili, bir də şəxslər arası var. Ümumiyyətlə, şagird əgər tək başına öyrənməyi sevirsə, bu o demək deyil ki, ancaq fərdi iş formasından istifadə etməliyik. Və yaxud da ekstrovertlər tək başına işləməyi sevmirsə, bu o demək deyil ki, ancaq yoldaşlarına işləməlidir. Xeyr, ekstrovert şəxsiyyət tipinə malik, yəni şəxslər arası intellekt tipinə malik şagirdlərdə biz əməkdaşlıq bacarığı, həmçinin bununla yanaşı metakognitiv bacarıqları da inkişaf etdirməliyik. Yəni tək başına işləməyinə də şərait yaratmalıyıq, həmçinin fərdi də. Fərd daxili intellekt tipli şagirdlər üçün də şərait yaratmalıyıq ki, həm ünsiyyət qursunlar, onlarda ünsiyyət əməkdaşlıq bacarığı formalaşsın, həm də onsuz da tək başına işləyəndə metakognitiv bacarıqları inkişaf eləsin. Ona görə Y variantı yanlışdır. Əməkdaşlıq bacarığı formalaşdırmaq lazımdır. Sadəcə müəllim o balansı tənzimləməyi, nizamlamağı bacarmalıdır. Onlar da nəzərə almalıdır. D variantı mənim situasiyamın cavabıdır. 1D. 2-yə baxaq. Səhvlər üzərində iş apararkən şagird müəllimdən səhvlərinin izahını soruşduqda müəllim şagirdə yönəldici suallar verir və səhvini özünü müəyyənləşdirməsinə şərait yaradır. Bəli, doğru eləyir. Müəllimin bu fəaliyyətinin məqsədi barədə deyilən fikirlərdən hansı doğrudur? A. Müəllim şagirdin sağlam mənəvi psixoloji mühitdə öyrənməsini təmin etməyə çalışır. Onsuz da burada sağlam psixoloji mühit var. Fikir verin, müəllim neynir? Şagirdin deməli, şagird müəllimdən deməli soruşub səhvini. Müəllim də neynib? Səhvini
düzəltmək üçün ona istiqamət verib. Bu konstruktiv rəy verib bir növ. Səhvini düzəltmək üçün istiqamət verir ki, getsin özü tapsın. Yəni burada sağlam psixoloji mühit var. B-də deyir müəllimin yönəlici sual verməsi şagirddə özünü qiymətləndirmə bacarığı formalaşdırır. Xeyr, özünü qiymətləndirmədən burada söhbət getmir. Sadəcə müəllim şagirdə yol göstərib, istiqamət verib ki, getsin səhvini tapsın. Özü müəyyənləşdirsin. Ona görə B variantı da yanlışdır. C-də deyir şagirdin öz səhvini düzəltməyə şərait yaratmaqla düzgün nəticə çıxarmasına və daha çox öyrənməsinə şərait yaradır. Bəli, bu bizə verilən situasiyaya daha çox uyğun gəlir. Çünki müəllim həqiqətən də nə edir? Şagirdin səhvini düzəltmək üçün ona belə deyim də şərait yaradır, ona istiqamət verir, yönləndirir ki, getsin o səhvini özü düzəltsin. Yadınızdadsa fasilitator müəllimi funksiyalarında demişdik ki, fasilitator müəllim şagird yönümlü təlimdə, interaktiv təlimdə nə etməlidir? Şagirdə informasiyaları və yaxud da düzgün cavabı hazır şəkildə özü verməməlidir, hazır formada verməməlidir. Amma şərait yaratmalıdır ki, istiqamət, yol göstərməlidir ki, şagird getsin o düzgün cavabı özü tapsın. Ona görə C variantı doğrudur. D-də deyir, gələcəkdə öyrənmə prosesində əhəmiyyətli olduğu üçün müəllim şagirdin deklarativ biliklərini möhkəmlətməyə çalışır. Xeyr, situasiyamızdan əlaqəsi yoxdur. Y-də deyir, şagirdi yaradıcı təfəkkürünü inkişaf etdirir. Xeyr, bu da tamamilə yanlışdır. Sadəcə burada müəllim şagirdə konstruktiv rəy verib, istiqamətləndirir ki, getsin, şərait yaradır ki, getsin, səhvini düzəltsin. C variantı doğrudur. Deməli, 3-ə baxaq. İki şagird dərsdə müzakirələr zamanı tez-tez mübahisə edir və bu prosesin gedişinə mane olur. Sinifdəki bu vəziyyət nədən məlumat verir? İki şagird dərsdə müzakirələr zamanı tez-tez mübahisə edir. Yəni aralarında tez-tez konflikt baş verir, münaqişə baş verir, tez-tez mübahisə edirlərsə, deməli bu sinifdə qayda, prosedur yoxdur. Müəllim sinifdə qayda, prosedur qoymalıdır. Əvvəlcə gözlənti qoyur, görür ki, şagirdlər əməl eləmir. Gözləntini qoyandan sonra artıq qayda tərtib edir. Qaydanı tərtib edəndən sonra prosedur tətbiqinə keçir ki, prosedur tətbiq eləsin ki, proseduru ümumiyyətlə tətbiq eləmələri üçün ona vaxt ayırır, zaman ayırır. Yadınıza öyrət, məşq et, möhkəmləndir strategiyasına əsaslanmalıdır. Həm izah eləməlidir o proseduru, həm möhkəmləndirməlidir. Yaxşı. Həm möhkəmləndirməlidir, həm də əməl olunması üçün israrlı olmalıdır. Bunları əməl eləsə, bütün bu şagirdlər bu prosedura əməl eləyər. Yəni münaqişə, konflikt, mübahisə baş verməz. İndi baxaq, A-da deyir sinifdə ünsiyyəti nizamlayan qayda və prosedurların olmamasından, bəli, bu doğrudur. Çünki sinifdə qayda prosedur olsa, təbii ki, şagirdlər bu prosedura əməl eləsə, tətbiq eləsə, qaydanı başa düşüb proseduru tətbiq eləsə, təbii ki, aralarında konflikt, mübahisə baş verməz. Ona görə A variantı elə mənim sualımın cavabıdır. B-də deyir müəllimin liderlik bacarığının aşağı olmasından. Xeyr, burada liderlikdən söhbət getmir. Sadəcə müzakirə zamanı şagirdlər tez-tez mübahisə eləyir. Deməli, müəllim burada qayda prosedur qoymayıb. C-də deyir şagird nailiyyətinin aşağı olmasından. Xeyr, nailiyyətlə bir problemimiz yoxdur. Sinifdə diferensial yanaşmanın təmin edilməməsindən. Xeyr, diferensiallıqdan da söz yoxdur, söhbət yoxdur. Təlim nəticələrinin və qiymətləndirmə meyarlarının düzgün müəyyənləşdirilməməsindən. Xeyr, bununla bağlı da bir məqam verilməyib. Cavab A variantı. 4-ə baxaq. Verilənlərdən biri konstruktiv rəy deyil. Çox üzr istəyirəm. Səsim batıb deyə. A. Konstruktiv rəy olmayanı istəyir. Konstruktiv rəy nə idi? Əvvəl yadımıza salaq. Müəllim şagirdi həm tərifləyə bilər, afərin deyə bilər, hamısının qədərində, miqdarında. Afərin, filan şeyi düz yazmısan, düzün deyir. Filan şeyi səhv yazmısan, səhvin deyir və o səhvini düzəltmək üçün də ona istiqamət verir. Təbii ki, hər zaman şagird səhv eləməyə də bilər. Yəni ola bilər ki, hər şeyi düz yazıb. Bu zamanda müəllim düzgün rəy verməyi bacarmalıdır. İndi gəlin baxaq. A-da deyir, əhsən, cavablarını akademik cəhətdən yaxşı əsaslandırırsan, lakin həyatdan nümunə gətirməkdə çətinlik çəkirsən. Əvvəl düzünü dedi, sonra səhvini dedi, lakin həyatdan nümunə gətirməkdə çətinlik çəkirsən. Çalış ki, oxuduğun informasiyanı həyatla əlaqələndirəsən. Onda daha yaxşı nəticələr əldə edə bilərsən. Deməli, düzün deyir, səhvin deyir, plus səhvini düzəltmək üçün istiqamət də verir. Deməli, A doğrudur. B. Afərin. Suala ən doğru cavabı sən verdin. Verdiyin cavab ətraflı və anlaşılğı idi. Sinif yoldaşlarının üçün də faydalı oldu. Gələcəkdə də məsələlərə bu şəkildə yanaş. Bu, baxın, fikir verin, yanlışdır. Nəyə görə? Çünki burada açıq-aşkar demir ki, ətraflı necə yazmısan, nə anlaşılğı idi, hansı verdiyin cavab, hansı nüansda ətraflı izah eləmisən, hansı məqamları daha anlaşılır şəkildə izah eləmisən, sinif yoldaşları üçün nədə faydalı olacaq, açıq-aşkar şəkildə deməyib deyə B variantı yanlışdır. Ona görə konstruktiv rəy deyil. Fikir verin A variantına. A variantında düzünü də deyir. Akademik cəhətdən yaxşı əsaslandırırsan. Əsaslandırmağı vurğulayır ki, biz bilirik ki, müsbət cəhət nədir? Yaxşı əsaslandırmağı. Mənfi cəhət nədir? Həyatdan nümunə gətirməməsi.
gətirməkdə çətinlik çəkməsi, düzdür? Plus istiqamət də verib. Amma burada deyir ki, verdiyin cavab ətraflı anlaşıllı idi. O verdiyi cavabı bilmir ki, nə cavab verib, nə dərəcə ətraflı, nə dərəcədə anlaşıllıdır. Ona görə B variantı yanlışdır. C-də deyir, komanda işində əməkdaşlığın yaxşıdır. Yoldaşlarını sona qədər dinləyirsən, lazım gələndə kömək eləyirsən. Baxın, hamısını açıq-aşkar vurğulayır. Biraz səs tonunu idarə etməyə, öyrənməyə ehtiyac var. Bəzən çox ucadan danışırsan, buna diqqət elə. Baxın, düzünü də deyir. Deyir, əməkdaşlığın yaxşıdır. Sona qədər dinləyirsən, yəni dinləmə bacarığın yaxşıdır. Kömək eləyirsən, kömək eləməyin də yaxşıdır. Amma səs tonu idarə eləməkdə biraz çətinlik çəkirsən, onu öyrənməyə ehtiyac var. Səhvin də deyir, plus səhvini düzəltmək üçün istiqamət də verir ki, bəzən çox ucadan danışırsan, buna diqqət elə. Vəssalam, bu doğrudur. Açıq-aşkar hər şey ortadadır, bəllidir. Ki, nəyi var, hansı bacarıq var, hansı bacarığı yoxdur. D-də deyir, Səfəvilər dövləti haqqında ətraflı məlumat verdin, lakin hadisələrin ardıcıllığını bəzən pozurdun. Müsbətin dedi, mənfisini də dedi, ardıcıllığı bəzən pozur. Bunu da bildiyi ki, sən demə şagird ardıcıllığı pozurmuş. Nitqini təşkil edərkən xronologiyaya və səbəb-nəticə əlaqələrinə diqqət edir. Vəssalam, istiqamət də verdi. Deməli, bu da doğrudur. Konstruktiv rəydir. Y-də deyir, afərin, hərfləri düzgün yazırsan, tərifləyib, yəni müsbətin deyib, doğrunu deyir. Biraz maili xətləri çəkməkdə çətinlik çəkirsən. Mənfisində deyir. Bunun üzərində işlə və çoxlu məşq ilə istiqamət də verirsə, deməli bu Y variantı da doğru cavabdır. Doğru konstruktiv rəydir. Cavab B variantı. 5. Müəllim həyatla bağlı problemi situasiyaya qoyur və onun həllini şagirdə tapşırır. Sinifdə hansı inteqrasiya reallaşır? Ümumiyyətlə yadda saxlayın. Problemli situasiya varsa, həyatla bağlı problemli situasiya varsa, biz həyatla bağlı problemli situasiyanın harda qoyulur demişdik. Təlim modellərində 1. Problem əsaslı öyrənmədə idi, bir də layihə əsaslı öyrənmədə. Yadınıza gəlir, oxşar xüsusiyyətləri hansıları idi? Orada oxşar xüsusiyyəti real həyatdan müəllim problem götürür. Real həyatdan götürür ki, şagirdlər gedib o problemi həll etməkdə, araşdırmada çətinlik çəkməsinlər. Yadınıza gəlir, dedim, o cindən, şeytandan real həyatdan olmayan bir problemli situasiya versə, gedib araşdırma apara bilməzlər. Düzdür? Həyatla bağlı situasiya, real həyatdan problemi götürür ki, müəllim gedib şagirdlər araşdırma apara bilsinlər. Layihə əsaslı və problem əsaslı gedirlər, neynirlər? İstər-istəməz. O həyatla bağlı problemi araşdıranda, həyatda da elədir. Gedib problemli bir situasiyanı, həyatla bağlı problemli situasiyanı araşdıranda istəməz başqa fənlərə də üst tuturuq. Yadınıza gəlir, layihə deyəndə demişdim ki, layihə varsa orada fənlər arası və fən üstü var. Hər ikisi olmalıdır. Çünki burada həm həyatdan götürülmüş bir problem var, həyatla bağlı problemli situasiya var və o həyatla bağlı problemli situasiyanı həll edəndə istər-istəməz başqa fənlərə də üst tutmuş olacaq. Aydındır. Yəni sırf bir fənnin daxilində fırlanmayacaq, sırf bir fənni əhatə eləməyəcək. Müxtəlif fənlərdən istifadə eləyəcək, müxtəlif fənlərin biliklərindən istifadə eləyəcək. Elə layihə əsaslı öyrənməni ilə yadda saxlayacağız. Həyatla bağlı problemli situasiya orada qoyulur axı. Real həyatdan problem götürülür. Həm problem əsasında, həm də layihə əsasında. Hər ikisində də yadınızdasa həm fənlər arası demişdim, həm də fən üstü demişdim. Ona görə də burada cavab olacaq fənlər arası, fən üstü, Y variantı. Yenə deyirəm, həyatla bağlı problemli situasiya qoyulursa və şagird onu həll etməyə çalışırsa, burada həyatla bağlı situasiya olduğuna görə fən üstüdür, fən üstü inteqrasiya və həmçinin onu araşdıranda şagird istərsəmiz o həyatdakı o həyatla bağlı problemi həll etməyə çalışanda istərsəmiz başqa fənlərin biliklərindən də istifadə eləyəcək. Aydındır. Ona görə cavab fənlər arası, fən üstü, Y variantı. Necə ki, layihə görəndə fənlər arası, fən üstü götürürük, o da həmçinin elə. 6-ya baxaq. Fikri mətndəki faktlarla əsaslandırır. Bulumun idraç taksonomiyasının hansı mərhələsini formalaşdırmağa xidmət edir? Biz demişdik ki, əsaslandırmaq, fikrini əsaslandırmaq harda görsək, ağlımıza gəlməlidir. Bir, təhlil etmək, bir də dəyərləndirmə mərhələsi. Əgər öz fikrini, öz münasibətini əsaslandırırsa, bu olacaq nə? Dəyərləndirmək. Özü dəyərləndirir, dəyərləndirmə aparır. Amma faktlara əsasən, faktlarla əsaslandırırsa, bu artıq təhlil etməkdir. Müəllifin mövqeyindən çıxış edir. Müəllifin o yazdığı mətndən həmin o içindəki faktlarla əsaslandırırsa fikrini, bu olacaq nə? Təhlil etmək. Öz fikrini desəydi, götürərdim dəyərləndirmək. Amma faktlarla əsaslandırır deyirsə, təhlil etmək və məntiqi təfəkkür. Yadınıza salın, məntiqi təfəkkürdə fikri faktlara əsaslanaraq deyirdi, düzdür? Faktlara əsasən fikir bildirir. Tənqidi təfəkkürdə öz fikrini, öz münasibətini bildirir. Ona görə də burada faktlar dediyinə görə təhlil etmək və məntiqi təfəkkür. Cavab A variantı.